Öncə belə bir sual var burada. Siyəzəndən Əhməd adlı qardaşımız yazır. Salam, mən sizi Siyəzəndən narahat edirəm, üzr istəyirəm narahat etdiyimə görə. Mənim sualım Hacıyadır. Hacı, mənim qardaşım 25 yaşında rəhmət edib. Çox gözəl qardaş olub, amma onun ölümünü biz heç cür qəbul edə bilmirik. Hələ də gözüm onu axtarır. Hər yerdə onu görürük. Sualım odur ki, qardaşım bizi ziyarətə hansı və nə vaxt gəlir? Ümumiyyətlə, ölülərin bizi görüb və eşitməyi doğrudurmu? Belə bir sual da Hacı zəhmət olmasa cavab verirsiniz. Baxın, birinci məsələ budur ki, onlar ölüm tam yoxluq deyil. Bu məsələnin bir tərəfidir. Məsələn, bir qrup insanlar olub, həyatda ilə Peyğəmbər zamanında da olub. Onlar deyiblər, وَمَا يُحْلِكُنَ إِلَّا دَهْرِ Həyat 70 ildən ibarətdir. Həyata təbiət kimi baxıblar. Amma Quran-ı Kərim deyib, bu din gəlir deyir ki, bu təbiət deyil, xilqətdir birincisi. Ma xələqdə haza batilən. İlahi, sən bu aləmi batil yaratmamısan. Yəni, bu aləm xilqətdir. Ondan sonra bir pilə də yuxarı qaldırılıb, mövzu deyir ki, yerlərdə və göylərdə əziz Allahımız buyurur Quran-ı Kərimdə ki, hər nə varsa ayədir, Allahın nişanəsidir. Yəni, materialistlər bu aləmə təbiət kimi baxır. Bir pillə dinin baxışı var, fəlsəfi baxışından desək, xilqət kimi baxır. Bir pillə yuxarı irfani gözlə baxsaq, ayədir. Aləm nişanədən ibarətdir. Bütün aləm Allahın eynini göstərir. Bu məsələn bir tərəf. Axı, aləm xilqət olduğuna görə burada deməli bir hikmət var. Hikmət olan yerdə insanın həyatı 70 ildən ibarət deyil. Əbədi bir həyatı var. Əbədi bir həyat olduğuna görə də insanın ölümü yoxluq deyil. İnsan bu aləmdən başqa bir aləmə keçirir. Bu məsələn bir tərəf. Və insanın həqiqəti ruhundadır. Ruh da təvəffətul mələikə deyir Allah Teala Qur'anda. Tam mənə təhvil alır. İndi nə vaxt Allah izin verir, gözlərindən pərdəni çəkər, göstərər. Nə vaxt Allah izin verər, onları eşitdirər. Amma sizin duaları eləməyiniz, sizin onun üçün məsələn müəyyən yaxşı əməllərinizə ehsan göndərməyiniz, əlbəttə ki, həm ona faydası var, həm sizə faydası var.